İsterseniz delikates, ya salat, ya da qəlyanaltı deyin. Ona artıq siz qərar verəcəksiniz. Amma nə olsa da bilirəm ki, bayram süfrələrinizə çox yaraşacaq. Onun üçün bizə birinci növbədə çəhrayı blinçiklər hazırlamaq lazımdır. Ona görə də keçirik reseptə. Bir də çuğunduru yaxşı yuyub bişirdim. Qabığını soyub suyu ilə və digər ərzaqlarla birlikdə blenderdan keçirdim. Sonra dərin bir qaba töküb üzərinə südünü və ununu da qarışdıra əlavə edirəm. Resept lap dəqiq olaraq açıqlamada qeyd olunacaq. Əvvəlcə tavanı biraz yağladım. Sonra isə başlayıram blinçikləri hazırlamağa. Blinçiklər nisbətən qalın olmalıdır deyə xəmiri biraz qatı etmişəm. Əsas birinci tərəfini gözləmək lazımdır ki, biraz qızarsın. Digər üzünü isə daha tez götürün ki, rəngi dəyişməsin. Baxın, belə gözəl, yumşaq blinçiklər alınır. İndi isə keçirik əsas məsələyə. İçini balıqla hazırlayacağam. Bu bir sömka balığıdır. Qızıl balığın ən keyfiyyətli və yağlı növlərindən biridir. Bu balığı mən Baku İkra səhifəsindən əldə etmişəm, çox dadlıdır. Bu səhifədə ən keyfiyyətli məhsullar, ikra və balıq növləri yer alır. Bu və digər qızıl balıq növlərini təzə və səliqəli vakuumla qablaşdırılmış şəkildə tapa bilərsiniz. Gördüyünüz kimi bişirilmiş və rəndədən keçirilmiş tərəvəzlər, kartof, kök, çuğundur və yumurta. Blinçikin üzərindən lay yığıb aralarına duz töküb və mayonezlədim. Sonra isə blinçiki rulet şəklində burdum və doğradım. İçərisi çox gözəl görsənir, deyilmi? Üzərinə isə Baku ikranın ikrasından istifadə edəcəm. Bu Axota Mori ikraları. İkranın vətəni sayılan Kamçatkada müxtəlif ölçülərdə hazır qablaşmış şəkildə gəlir. İkranın gözəlliyi, keyfiyyəti isə əlbəttə ki, göz qabağındadır. Əgər üzərinə ikra istifadə etmirsinizsə, halqaları dik şəkildə yığıb üzərini şüyüdlə də bəzəyə bilərsiniz. Bəyənməyi unutmayın, hazırlayın, hər bir kəsə nuş olsun.